31-ci sual. Dünya okeanına çay və kanal vasitəsilə çıxışı mövcud olan göllər. Əlbəttə, Xəzər dənizi olar, çünki Volqa-Don, Volqa-Baltik kanalları vasitəsilə dünya okeanına çıxışı var. Şimali Amerikada Erie, Ontario gölləri də bilirik ki, müqəddəs Lavrenti çay vasitəsilə dünya okeanına, yəni Atlantik okeanına çıxışa malikdir. Həmçinin Ladoqa, Onega gölləri də, məsələn, Onega gölündən Belomor kanalı vasitəsilə Ağ dənizə çıxmaq mümkündür. Ladoqa gölündən isə Neva çayı vasitəsilə Fin körfəzinə, yəni Baltik dənizinə, dolayısıyla Atlantik okeanına çıxmaq mümkündür. Birinci sualda cavab C bəndi idi. 32. Daimi qar xətti sxemlərinə əsasən doğru fikri müəyyən edin. K dağında qar xətti 5500 metrdən, L dağında isə 300 metrdən keçib. Deməli, K dağı əsasən isti ərazidə, ekvatora yaxın ərazidə yerləşə bilər, çünki qar xətti daha hündürdən keçir. L dağı isə daha çox qütbə yaxın ərazidə olması ehtimalı var ki, qar xətti daha aşağıdan, yəni 300 metrdən keçib. A yanlışdır. Niyə? Çünki K dağı şimal subtropik iqlim qurşağındadır deyir. K dağı şimalda deyil, cənubdadır. Niyə? Çünki K dağının şimal yamacına fikir versəniz, qar xətti daha hündürdən keçib. Cənub yamacında isə qar xətti nisbətən aşağıdan keçib. Yəni belə başa düşürük ki, K dağının şimal yamacına günəş işığı istiliyi daha çox düşür. Dağların da şimal yamacına günəş işığı istiliyi daha çox düşürsə, həmən dağ cənub yarımkürəsində yerləşir. Həm də qar xətti burada 5500-dən keçib də, düzdür. Subtropik iqlim ola bilər? Xeyr. Çünki subtropiklər üçün qar xəttini təxminən 4000 metrdən götürməliyik. B-də deyir ki, L dağının yerləşdiyi paralel daha kiçik uzunluğa malikdir. Bəli, bu fikir doğrudur. Çünki L dağı qütbə yaxın ərazidə, soyuq ərazidə yerləşəndir. Biz də bilirik, ekvatordan qütblərə doğru paralel çevrələrin uzunluğu qısalır. B bəndi doğru idi. C yanlışdır. K dağının şimal yamacları cənuba nisbətən aqroiqlim ehtiyatları ilə daha zəif təmin olunmuşdur. Xeyr. K dağının şimal yamacına fikir versəniz, qar xətti hündürdən keçib, yəni orta temperaturun daha çox olduğu anlamına gəlir. Yəni aqroiqlim ehtiyatları daha çox olduğu bəlli olur. Burada isə deyir daha zəifdir. D də yanlışdır. L dağı cənub yarımkürəsində yerləşir. L dağına fikir versəniz, L dağının cənub yamacında yoxsa şimal yamacında qar xətti daha hündürdən keçir. Əlbəttə, cənub yamacında qar xətti daha hündürdən keçib. Yəni, cənub yamac daha çox işıq istiliyi alıbdır. Bu da şimal yarımkürəsində yerləşən dağlara səciyyəvi xüsusiyyətdir. Ona görə L dağı cənubda yox, şimaldadır. E-də deyir ki, K dağı cənub mülayim iqlim qurşağında yerləşir. K dağı cənub yarımkürəsində də düzdür. Amma mülayim iqlim qurşağında ola bilməz. Çünki mülayim iqlim qurşağında qar xətti təxminən 3500-dən qəbul edirik. 3000-3500. Amma burada isə qar xəttinə fikir verin, 5500-dür. Ona görə D bəndi də yanlış idi. 32-də doğru cavabınız B bəndi idi. 33. Eylerven diaqramına əsasən uyğun bəndləri müəyyən edin. Afrikada yayılmışdır. Afrikada codyarpaqlı meşə kolluqlar və savannalardır. Meşə çöllər və çöllər Afrikada yoxdur. A uyğundur birinciyə. Parana çay hövzəsində yayılan, yəni Cənubi Amerikada Parana çay hövzəsində meşə çöllər və çöllər, eləcə də savanna seyrək meşələrdir. Codyarpaq meşə kolluqlar deyil. B uyğundur ikinciyə. Tropik hava kütlələrinin təsirində hər üçü məruz qalır. C uyğundur 4-ə. Niyə? Çünki meşə çöl zonalar subtropik iqlim qurşağında var. Bəli. Subtropikin də yayında tropik hava kütlələri hakim olur. Bəli. Codyarpaq meşə kolluqlar subtropik iqlimdədir. Bəli. Subtropikin də yayında tropik hava kütləsi hakimdir. Bəli. Savanna seyrək meşələr də subekvatoral iqlimdədir. Subekvatoral iqlimin də qış aylarında tropik hava kütləsi hakim olduğunu nəzərə alsaq, bunların hər üçünə tropik hava kütlələrinin hakim olması əlbəttə doğru olar. Avropa qitəsində yayılmışdır. Avropada savanna seyrək meşələr təbii ki yoxdur. Meşə çöllər və codyarpaqlı meşə kolluqlardır. D uyğundur üçüncüyə. Cənub-Şərqi Asiyada rast gəlinmir. Rast gəlinməyən Cənub-Şərqi Asiyada meşə çöllər və codyarpaqlı meşələrdir. Yəni E uyğundur üçüncüyə. Kənd təsərrüfatının inkişafı üçün əlverişli aqroiqlim ehtiyatları var. F uyğundur bunların hər üçünə, yəni 4-ə. Yekun cavab 1-ə A, 2-yə B, 3-ə D və E, 4-ə isə C və F olmaqla E bəndi. 34. Uyğunluğu müəyyən edin. Tatarstan, Xakasiya, Kabarda-Balkar. Sənaye tullantıları Volqa çayını çirkləndirir. Əlbəttə, Ural-Volqa boyu regionunda yerləşən Tatarstan olarda A uyğundur 1-ə. Xakasiya Sibir regionundadır, Kabarda-Balkar da Şimali Qafqazdadır. Volqa çayını çirkləndirməzlər. Ərazisində yenidən fəallaşmış dağlar yerləşir. Xakasiya ərazisində Altay dağlarının müəyyən hissəsi yerləşdiyi üçün Altay dağları bilirik ki, yenidən fəallaşmış dağlardır da. B uyğundur Xakasiyaya. Kabarda-Balkar Şimali Qafqaz regionunda yerləşir. Bəli, C uyğundur Kabarda-Balkara. Dağ turizmin inkişafı üçün əlverişli təbii şəraitə malikdir. Şimali Qafqazda yerləşən Kabarda-Balkara aiddir bu xüsusiyyət. D uyğundur 3-ə.
Seismik cəhətdən sabit ərazidə yerləşir. Seismik cəhətdən sabit ərazi Şərqi Avropa düzənliyində Ural-Volqaboy regionunda yerləşən Tatarstan olar. 1-ə uyğundur E. Yekun cavab 1-ə A və E, 2-yə B, 3-ə C və D. E bəndi doğru idi. 35. Cədvəldə verilmiş əlamətlərə görə ölkələrlə bağlı doğru fikirləri müəyyən edin. Adam başına düşən ümumdaxili məhsul A ölkəsində 5800-dür. Əmək ehtiyatlarında iqtisadi fəal əhalinin payı 55%-dir. Aşağı yaş qrupun payı 38%-dir. İqtisadiyyatın birinci sektorunda çalışanların payı 65%-dir. Deməli, A ölkəsində adam başına düşən ümumdaxili məhsul azdır. Əmək ehtiyatlarında iqtisadi fəal əhalinin payı azdır. Aşağı yaş qrupunun payı çoxdur, yəni uşaqların payı, doğumun səviyyəsi yüksəkdir. İqtisadiyyatın birinci sektorunda çalışanlar, yəni kənd təsərrüfatında, hasılat sənayesində çalışanların payı çoxdur. Deməli, A ölkəsi inkişaf etməkdə olan ölkədir. B ölkəsində ÜDM-in dəyəri, ÜDM-in adam başına düşən həcminin dəyəri 45.000 ABŞ dollarıdır. Sonra əmək ehtiyatlarında iqtisadi fəal əhali daha çoxdur, 85%. Aşağı yaş qrupu, yəni uşaqların payı, doğumun səviyyəsi daha aşağıdır. İqtisadiyyatın birinci sektorunda çalışanlar azdır, deməli əhali daha çox digər sektorlarda, 3-cü, 4-cü sektorlarda çalışır. Əlqərəz verilən əlamətlər B ölkəsi inkişaf etmiş ölkədir, A ölkəsi inkişaf etməkdə olan ölkədir. Birinci, A ölkəsi demoqrafik keçidin ikinci mərhələsindədir. Bəli, doğrudur. Çünki A ölkəsi inkişaf etməkdə olan ölkədir. Onlar üçün demoqrafik keçidin ikinci mərhələsi səciyyəvidir. İkinci, B ölkəsi əhalinin təbii artımının azaldılması üçün demoqrafik siyasət aparır. Xeyr, B ölkəsində doğumun səviyyəsi, təbii artımın səviyyəsi aşağıdır. İnkişaf etmiş ölkədir. Əlbəttə, təbii artımı azaltmaq yox, artırmaq istəyər. Üçüncü, B ölkəsində təbii artımın birinci tipi xarakterikdir. Bəli, doğrudur. Dördüncü, A ölkəsində suburbanizasiya, xeyr, inkişaf etməkdə olan ölkədir. A ölkəsi suburbanizasiya inkişaf etmiş ölkə üçün səciyyəvidir. Yəni B üçün səciyyəvi olar, yanlışdır. 5-ci, B ölkəsi xidmət sahələri ilə daha yaxşı təmin olunub. Bəli, inkişaf etmiş ölkələrdə xidmət sahələrinin payı yüksəkdir. 6-cı, A ölkəsində, yəni inkişaf etməkdə olan ölkədə kənd təsərrüfatı ancaq əmtəə xarakterlidir. Xeyr, əmtəə xarakterli kənd təsərrüfatı əsasən inkişaf etmiş ölkələr üçündür. A ölkəsində daha çox kənd təsərrüfatı istehlak tipli olar. Yanlışdır. Doğrular burada 1, 3, 5, C bəndi idi. 36. Sxemə əsasən təzyiq sahəsinə aid doğru fikirləri müəyyən edin. Fikir versəniz, mərkəzdə alçaq təzyiqdir, kənarlarda yüksək təzyiqdir, hava axınları kənardan mərkəzə doğrudur. Deməli, verilən təzyiq sahəsi siklondur, mərkəzində alçaq təzyiqdir, doğrudur. Cənub yarımkürəsi üçün xarakterikdir, xeyr. Deməli, oxlardan tutmaq olur ki, verilən siklon şimal yarımkürəsinə aiddir. Mərkəzində yüksək təzyiq sahəsi mövcuddur. Xeyr, alçaq təzyiqdir. Aydın bulutsuz hava antisiklona aiddir. Tutqun bulutlu hava şəraiti bəli, siklona aid xüsusiyyətdir. 1-ci və 5-ci E bəndi idi burada doğru cavab. 37. Dünyanın iri daş kömür ixracatçıları əlbəttə Cənubi Afrika Respublikası, Avstraliya olar, Rusiya olar. 1, 4, 5 E bəndi idi. 39. Xəritə sxemə əsasən A məntəqəsindən başlayan istiqamətlərə uyğun gələn coğrafi obyektlərin düzgün sırasını müəyyən edin. A məntəqəsindən başlayan və ardıcıllıqla verilən coğrafi obyektləri gəlin müəyyənləşdirək. A-da deyir ki, bir istiqamətində mil düzü, hərəmi düzü yerləşir. Bəli, bir istiqamətində burada mil düzü və burada isə hərəmi düzü yerləşir. Bu doğrudur. Üçüncü istiqamətdə vulkanik yayla cəyən düzü. Xeyr, bu yanlışdır. Çünki vulkanik yayla buradadır. Cəyən düzü də bu ərazidə təxminən yerləşir. Yanlışdır. İkinci, Şirvan düzü yan silsilə. Bəli, bu istiqamətdə Şirvan düzü ilə yan silsilə ola bilər. Çünki Şirvan düzü bu ərazilərdə təxminən, burada isə yan silsilə ola bilər. Düzdür? Bu doğrudur. Sonra D-də deyir ki, birinci istiqamətə Gəncə Qazax düzü Oxçuçay veribdir. Xeyr, yanlışdır. E-də deyir ki, ikinci istiqamətə Qusar maylı düzənlik və Mazımçay. İkinci istiqamətdə Qusar maylı düzənlik ola bilər təxminən bu ərazilərdə, amma Mazımçay burada yerləşir. Ola bilməz. Bu da yanlışdır. F-də deyir ki, 3-cü istiqamətə Kürəkçay və Şahdağ silsiləsi. Bəli, Kürəkçay təxminən bu ərazilərdə, Şahdağ silsiləsi də burada yerləşə bilər. Bu da doğrudur. Yekun doğrular A, C, F. B bəndi. 40-cı tapşırıq. 2005-ci ildə ölkədə ümumi əhalinin sayı 8.300.000 nəfər olmuşdu. Kənd əhalisi 3.984.000 nəfər olmuşdu. Həmin ildə ölkədə urbanizasiya səviyyəsini, yəni şəhər əhalisinin faizini tapmalıyıq. Ümumi əhalidən, yəni 8.300.000-dən çıxırıq. Kənd əhalisini, yəni 3.984.000-i, o da bərabərdir 4.316.000 eləyər. Deməli, bu ölkədə şəhər əhalisinin payı 4.316.000-dir. İndi onu faizə çevirək. Ümumi əhali, yəni 8.300.000
100%'dir. Şəhər əhalisi də olsun 4.316.000 olsun hər hansı bir x%. Buradan da x bərabərdir. Yəni 4.316.000'i 100'ə vurub 800 milyon 300 minə bölsəniz, bu sıfırlar ixtisar getdi avtomatik, x bərabərdir 4316'nın 83'ə nisbəti. O da bərabərdir 52% eləyər. Doğru cavab C bəndi idi. 41. Uyğunluğu müəyyən edin. Orta Araz vilayəti, Kür-Çökəlik vilayəti, Lənkəran vilayəti. Çaya əmələ gəlmə imkanı məhdud olsa da illik axın böyükdür. Bu xüsusiyyət A. Uyğundur Kür-Çökəlik vilayətinə, çünki Kür-Çökəlik vilayətində çaya əmələ gəlmə imkanı məhduddur. Dağlar, zirvələr, qarlı, buzlaqlı zirvələr yoxdur. Amma axın yüksəkdir də, Kür çayı buradan keçir, Araz çayı buradan keçir, Böyük və Kiçik Qafqazdan başlayıb düzənə çıxan çayların əksəriyyəti buradan keçir, düzdür. Nival landşaftlar yaranır, buzlaqlar Naxçıvanda var, Qapçıq zirvəsində, bəli. B uyğundur birinciyə. Ərazinin böyük hissəsində mülayim isti iqlim tipi formalaşır, hakimdir. Bəli, C uyğundur Lənkəran vilayətinə. Həm filiz, həm də qeyri-filiz ehtiyatlara malik olan D uyğundur Orta Araz, çünki Naxçıvanda duz ehtiyatı var və yaxud qeyri-filizlərə aid olan məsələn tikinti xammalı ehtiyatları var. Həmçinin filiz faydalı qazıntılar, polimetal filiz var. Sonra mis ehtiyatı bəzi yerlərdə var. Həmçinin ən geniş yayılan filiz faydalı qazıntılardan molibden ehtiyatlarını qeyd edə bilərik. Ərazisində həm meşə, həm də çöl landşaftlarının mühafizə edildiyi qoruqlar olan da əlbəttə E uyğundur Kür-Çökəlik vilayətinə. Yekun cavab 1-ə B və D, 2-yə A və E, 3-ə C bəndi olmaqla B idi. 42. Uyğunluğu müəyyən edin. Böyük Qafqazın cənub yamaclarının dağ-ətəyi alçaq dağlıq sahələri yağıntıları bərabər paylanan mülayim isti iqlimdədir, heç birinə aid deyil. Naxçıvan Muxtar Respublikasında orta dağlıq sahələr B uyğundur yayı quraq keçən soyuq iqlimə, yəni 3-cüyə. Böyük Qafqazın şimal-şərq yamaclarının dağ-ətəyi və alçaq dağlıq sahələri, yəni quzarmaylı düzəni, orada yağıntıları bərabər paylanan mülayim isti iqlim tipinə aiddir. Heç birinə aid deyil, yəni verilənlərdən 1, 2, 3-ə aid deyil. Kiçik Qafqazın dağ-ətəyi alçaq dağlıq sahələri D uyğundur qışı quraq keçən mülayim isti iqlimə, yəni birinciyə. Böyük Qafqazın cənub yamaclarının orta yüksək dağlıq sahələri isə əlbəttə bütün fəsillərdə bol yağıntılı soyuq iqlim tipinə uyğundur. E uyğundur ikinciyə. 1-ə D, 2-yə E, 3-ə də B olmaqla 1-ə D, 2-yə E bəndi, 3-ə də B olmaqla A bəndi idi. 43. Gəncə, Qarabağ, Şamaxı fiziografi rayonlarında qışın sonu, yazın əvvəli taxıl əkinlərinin yayılmasının səbəbi nədir? Yəni yazlıq taxılçılığın inkişafına səbəb nədir? Niyə görə payızda əkmirlər? Çünki qış ayları soyuq və şaxtalı keçir. D bəndi. 44. Ölkə əhalisinin sayı 12 milyon nəfərdir. Bir ildən sonra əhali sayı 12,1 milyon nəfərə çatmışdır. Artımın 40 min nəfəri mexaniki artım hesabına olmuşdur. Orta illik təbii artımı hesablayın. Bir ildən sonra əhali 12,1 olub da, əvvəl 12 idi, sonra oldu 12,1. Yəni əhali 100 min nəfər artıb, bəli. 100 min artımdan da fikir versəniz, 40 mini mexaniki artımdır, yerdə qalır 60 mini də bəlli olur ki, təbii artımdır. Təbii artım nə qədərdir? 60 min. Yəni ümumi artımı tapmışıq ha biz. Yəni ölkənin ümumi əhalisinə görə 12 milyona görə artım nə qədərdir? 60 min nəfər. Bəs 1000 nəfərə qarşı artım nə qədərdir? Olsun x. Buradan x bərabərdir. Minlər ixtisar getdi. 60-ı 12-yə bölsək, o da eləyir neçə? 5 nəfər. Doğru cavab A bəndi idi. 45. Çayın mənbəyində havanın temperaturu 1,8 dərəcə, mənsəbində isə 24,3 dərəcədir. Çayın uzunluğu 250 km olub, dərəsində əsasən bərk suxurlar yayılmışdır. Bu çaya aid olan xüsusiyyətləri müəyyən edin. Çayın mənbəyi ilə mənsəbi arasındakı temperatur fərqini müəyyənləşdirək. Mənbəyində 1,8 dərəcə, mənsəbində isə 24,3 dərəcədir. Deməli, bu çayın mənbəyi ilə mənsəbi arasındakı hündürlük fərqi, temperatur fərqi 22,5 dərəcə eləyir da. Hündürlük fərqini də ortaya çıxara bilərik. Hər 1000 metrdə temperatur 6 dərəcə aşağı düşür. Hər hansı x metrdə də 22,5 dərəcə aşağı düşsün. Buradan x bərabərdir 22,5-i 1000-ə vurub 6-ya bölsəniz 3750 metr eləyər. Deməli, bu çayın mənbəyi ilə mənsəbi arasındakı hündürlük fərqi, başqa sözlə çayın düşməsi 3750 metrdir. Uzunluq da var, bəli, 250 kilometr. Bu çayın meyilliyi nəyə bərabərdir? Çayın meyilliyini tapanda çayın düşməsini onun uzunluğuna bölürdük. Yəni 3750-ni bölməliyik 250 kilometrə. O da bərabərdir 15 eləyər. Deməli, bu çayın meyilliyi 15-dir. Yəni, vahiddən çox böyükdür. Deməli, bu çay dağ çayıdır, meyilliyi çoxdur. İndi dağ çayına aid olan əlamətləri müəyyənləşdirməliyik.
Dərəsində meandrlar düzənlik çaylarına aiddir, yanlışdır. Hidroenerji imkanlara malikdir, bəli, dağ çayında sürəti çoxdur, meyilliyi çoxdur. Nəqliyyat imkanları genişdir. Nəqliyyat imkanları geniş olan düzənlik çaylarıdır, dağ çayları olmaz. 1-3 yanlışdır. Mənbəyi Böyük su ayırıcı silsiləsində yerləşir. Böyük su ayırıcı silsiləsinin ən uca zirvəsi Kostuyuşkadır, 2228 metr. Amma fikir verdinizsə, bu çayın mənbəyi ilə mənsəbi arasındakı hündürlük fərqi 3750 metrdir. Kostuyuşka ola bilərmi? Böyük su ayırıcı ola bilər? Xeyr. 4 yanlışdır. Dağıcı fəaliyyət üstündür. Bəli, doğrudur. Dağ çayıdır. V şəkilli çay dərəsi. Bəli, bu da doğrudur. Yekun doğrular 2, 5, 6 idi. C bəndi. 46. Xəritə sxemdə işarələnmiş iqtisadi rayonların oxşar və fərqli xüsusiyyətlərini müəyyən edin. Şəki, Zaqatala, Quba, Xaçmaz, Naxçıvan. Oxşar xüsusiyyətlərə A-da ərazilərində alt paleozoy yaşlı vulkanogen çökmə suxurlar geniş yayılmışdır deyir. Xeyr, Naxçıvanda yayılıbdır, amma Şəki, Zaqatalada yaxud Quba, Xaçmazda alt paleozoy yaşlı suxurlar yoxdur. Alt paleozoy yaşlı suxurlar deməli A yazdığım yerdə Tovuz rayon Əsriçay, Zəyəmçay hövzələrində yayılmışdır. Bir də Naxçıvanda. B-də deyir ki, neft və təbii qaz ehtiyatları əsas faydalı qazıntı ehtiyatlarıdır. Naxçıvanda neft qaz ehtiyatları yoxdur. C-də deyir ki, suvarma şəraitində əkinçilik inkişaf eləyib. Bəli, hər üçündə suvarma şəraitində əkinçilik var. Oxşar xüsusiyyət kimi uyğun gəlir. İkinci hissəyə də fərqli xüsusiyyətlər tapmalıyıq da, düzdür. Yay otlaqlarında heyvandarlığın inkişafı üçün imkanlar mövcuddur deyir. Bu da oxşar xüsusiyyətdir. Ona görə C-ni götürə bilmirik. Hər üçündə yay otlaqları var. D-də deyir ki, ərazilərindən buzlaq və qar ərinti suları ilə qidalanan çaylar keçir. Bəli, hər üçündə Naxçıvandan əgər şübhələnirsinizsə, orada Gilan çay biz qeyd eləmişdik də ki, qar buzlaqla qidalanan çaylara aiddir. Böyük Qafqazda da ki, məlum məsələ Şəki, Zaqatalada da var, Quba, Xaçmazda da var. Oxşar xüsusiyyət kimi birinci hissəyə verilən bu xüsusiyyət düz gəlir. İkinci hissəyə fərqli xüsusiyyət tapmalıyıq. İkinci hissəyə deyir ki, yağıntıları bərabər paylanan mülayim isti iqlim yarım tipi müşahidə olunur. Yağıntıları bərabər paylanan mülayim isti iqlim tipi Naxçıvanda yoxdur, amma Şəki, Zaqatalada, Quba, Xaçmazda var. Bir sözlə fərqli xüsusiyyət kimi ikinci hissə də uyğun gəlir. Yekun cavab D bəndi idi. Niyə yanlışdır? Bütövlükdə tektonik qalxma zonasında yerləşirlər. Birinci hissəyə deyir. Məsələn, Quba, Xaçmaz Ön Qafqaz tektonik çökmə zonasına da uyğun gəlir. Şəki, Zaqatalanın düzənli əraziləri Qanğı-Ərçay Kür tektonik çökmə zonasına da uyğun gəlir. Ona görə də E bəndi yanlış olar. 47. Xəritə sxemdə rəqəmlərlə verilən ölkələrə aid olan xüsusiyyətlər. Birincidə deyir ki, 1-3-5-də, yəni Türkiyədə, sonra Almaniyada, 1-də Almaniyada, 2-də də İspaniyada. Təsərrüfatında hasilat sənayesinin payı üstündür. Xeyr, Türkiyədə, məsələn, təsərrüfatda yeni sənaye ölkəsidir, emal sənayesinin payı daha çox ola bilər. Həm də hasilat sənayesi də var Türkiyədə, bu başqa məsələ. Amma 1 üçün, yəni Almaniya üçün hasilat sənayesinin daha çox payını qeyd edə bilmərik. Bu fikir yanlışdır, yəni birinci sıramız yanlışdır. İkinci, 3, 4, 6-da, yəni Türkiyədə, 4-də Meksika, Braziliyada, 6-da Meksikada yalançı urbanizasiya səciyyəvidir. Bəli, inkişaf etməkdə olan ölkələrdə yalançı urbanizasiyadır. Bu sıra doğrudur. Üçüncüdə 2, 4, 6-da, yəni 2, 4, 6-da İspaniyada, Braziliyada, 6 Meksikada. Əhalisi Hind-Avropa dil ailəsinin eyni dil qrupuna mənsubdular. Bəli, Roman dil qrupuna mənsubdular. Bu da doğrudur. 4-də 2, 4, 5. Yəni 2 İspaniya, 4 Braziliya, 5 Avstraliya. Köçürmə kapitalist ölkələri olmaqla yanaşı əsas immiqrasiya mərkəzləridir. Bu yanlışdır, çünki Braziliya köçürmə kapitalist deyil və yaxud İspaniya köçürmə kapitalist deyil. Köçürmə kapitalistlər Çar idi, Avstraliya idi, Yeni Zelandiya idi, Kanada idi. Ona görə 4-cü sıra yanlışdır. 5-ci 1, 5, 6 inzibati ərazi quruluşuna görə federativ ölkələrdir. 1 Almaniya federativdir, düzdür. 5 Avstraliya federativdir, düzdür. 6 Meksika federativdir, düzdür. Bu sırada doğrudur. 6-cı 1-3-5 xarici iqtisadi əlaqələrində boru-kəmər nəqliyyatının payı üstündür. 1-də Almaniyada, 3-də Türkiyədə, 5-də Avstraliyada. Bu əlbəttə yanlışdır, çünki boru-kəmər nəqliyyatının xarici ticarətdə payı, iqtisadi əlaqələrdə payı daha üstün olanlar ərəb ölkələri olar, MDB ölkələri olar, Şimali Afrika ölkələri olar. Yəni neft-qaz ehtiyatlarına, onların satışına daha çox yer ayıran ölkələrdə olar da. Bu sıra yanlışdır. Yekun doğrular 2, 3, 5 idi. Belə cavab varsa. B bəndi, bəli. 48. AB xətti üzrə relief profilini müəyyən edin.
Fikir versəniz, burada kəsmə hündürlük 150 ilə 140 arasında 1, 2, 3, 4 kəsmə yüksəkliyi var da, düzdür? 140 ilə 150 arasında da 10 metr hündürlük fərqi var. Yəni kəsmə hündürlük 2.5 olduğu bəlli olur. A nöqtəsinə doğru hündürlük artır. 150, bura olur 152.5, 155, 157.5, burada olur neçə? 160 metr. Yəni A nöqtəsi 160-dan da bir balaca yuxarıdadır. 160 metrdən yuxarıdadır A nöqtəsi. 160 plusdur. Sonra B nöqtəsi isə 130 metrdən, fikir versək, 130 metrdən bir balaca yuxarıdadır. Yəni B nöqtəsi də 130 metrdən yuxarıda olduğu bəlli olur, amma növbəti horizontala çatmayıb da, yəni 132.5 deyil. Kəsmə hündürlük bir daha qeyd edirəm, 2.5-dir. Bunu da hardan təyin elədik? 140 ilə 150 arasındakı hündürlük fərqindən. Orta hissə isə A-dan B-yə doğru çay sahilinə düşürük. Baxın, fikir verin, bura düşürük. Deməli, orta hissəyə doğru, A-dan ortaya doğru hündürlük azalasıdır. Elə A bəndindəki profilə baxsaq, A nöqtəsi 160-dan bir balaca hündür olduğu göstərilib. Orta hissə nisbətən hündürlük azdır. B nöqtəsi də qeyd elədik ki, 130-dan yuxarıdır da. 130 da 120 ilə 140-ın arasındadır, buradadır, bəli. Elə doğru cavab A bəndi idi. 49. Doğru olmayan ifadələri müəyyən edin. Ön Qafqaz tektonik çökmə və Böyük Qafqaz tektonik qalxması eyni təbii vilayətin daxilindədir. Bəli, Böyük Qafqaz vilayəti daxilindədir. Doğrudur. Kiçik Qafqaz tektonik qalxmasına aid olan bütün dağlıq ərazilərdə filiz faydalı qazıntılar geniş yayılmışdır. Məsələn, Talış dağlarında geniş yayılmayıb. Bu yanlışdır. Orta Araz əyilmə zonasında qara metal xam malı hasil edilir. Orta Arazda qara metal xam malı hasil edilməsi bu əlbəttə yanlışdır. Sədərək düzündə, Şərur düzündə, sonra Naxçıvan düzü, Böyük düzdə orada qara metal xam malının hasil edilməsini qeyd etməmişik. Yanlışdır. Kürd arası çökəklik zonasında ali denudasiyon relyef formalarına rast gəlinir. Məsələn, Acınxur, Ceylançöldə. Doğrudur. Böyük Qafqaz tektonik qalxma zonasında sürüşmə prosesi aktiv şəkildə özünü göstərir. Bəli, doğrudur. Doğru olmayanlar 2 və 3 idi. E bəndi. 50. Doğru sıraları müəyyən edin. Göygöl, Göygöldədir. Gəncə fiziografi rayonu, Qarmaqvari, Şam və Xallı Marallar. Doğrudur. Türyançay, Ağdaş, Ceylançöl, Acınxur fiziografi rayonu, Ardıc və Saqqız ağacı. Doğrudur. Qızılağac İmişlidə deyil, Lənkəran, Neftçalıya düşər əsasən. Bu yanlışdır. Şirvan Şamaxı da deyil, yanlışdır. Qaragöl Zəngilanda yox, Laçındadır. Ağgöl Ağcabədidədir. Küraraz fiziografi rayonunda və Köçəri su quşları, bəli, doğrudur. Doğrular 1, 2, 6. D bəndi. 51. Horizontallara əsasən dağın dik yamacını və kəsmə yüksəkliyi müəyyən edin. Harda horizontallar bir-birinə sıx çəkilibsə, yəni cənub-qərb hissədə meyillik daha çoxdur, dik yamacdır. Kəsmə hündürlük də 370-dən 340 çıxanda 30 metr eləyir və burada 3 kəsmə hündürlük var. 3-ə bölsək bərabərdir, 10 metr eləyər. A bəndi. 52. Uyğunluğu müəyyən edin. Dəmiyə əkinçiliyi üstünlük təşkil edir. Dəmiyə əkinçiliyi verilənlərdən mərkəzi düzənliklər. Bəli, Şimali Amerikada mərkəzi düzənliklər, orada dəmiyə əkinçiliyi olar. A uyğundur 1-ə. Sonra suvarmadan əsasən yay mövsümündə istifadə olunur. Cənubi Avropada olar, çünki subtropik ilin Araq dəniz tipindədir. Orada da qış yağıntılıdır, yayda suvarmaya ehtiyac var. B uyğundur 2-ciyə. Çukot yarımadası verib Şərqi Asiya, Alyaska. Təbii şərait əkinçilik üçün əlverişsizdir. Əlbəttə, Alyaskada, həmçinin Çukot yarımadasında C və E-də 3-ə uyğundur. C və E. Yekun cavab 1-ə A, 2-yə B, 3-ə C və E. B bəndi bir sözlə. 53. Exolotdan göndərilən səs siqnalı birinci çökəkliyin dərinliyinə gedib qayıtma müddəti 3.6-dır. Bizə də çökəkliyin dərinliyini hesablayanda yalnız getmə lazımdır da 1.8 eləyir. İkinci çökəkliyə isə 5.2 saniyədir. Yalnız getmə lazım olduğu üçün dərinliyi hesablayanda 2.6 saniyədə o eləyir. Gəlin indi həmən çökəkliklərin dərinliklərini hesablayaq. 1.8-i vurmalıyıq. Səsin suda yayılma sürəti 1500-dür. Bərabərdir, o da 2700 eləyir. Sonra 5.2-nin yarısı 2.6-nı da vurmalıyıq 1500-ə ikinci çökəkliyin dərinliyini tapmaq üçün. O da bərabərdir. 1500-ü vururuq 2.6-ya 3900. Onların dərinlikləri arasındakı fərq isə əlbəttə 1200 metr eləyər. Doğru cavab 53-dən 1200 idi. 54. Uyğunluq pozulmuşdur. Uçqun mənşəli Göygöl Şahdağ silsiləsində yox, Murovdağda yerləşir. Burada uyğunluq pozulub. Axmaz mənşəli Sarısu gölü Muğan düzündə yox, Mil düzündədir. Uyğunluq pozulub. Vulkanik mənşəli Qaragöl vulkanik yayladadır. Bəli, doğrudur. Buzlaq mənşəli Acınxur gölü xeyr, yanlışdır bu əlbəttə. Uçqun mənşəli Maral göl Murovdağda, bəli, doğrudur. Relik mənşəli Masazır Abşeron yarımadasında, bəli, doğrudur. Uyğunluq pozulan sıralar 1-ci, 2-ci və 4-cü idi. 1, 2, 4 idi burada cavabınız.
55. Doğru ifadələri müəyyən edin. İslandiya, Yapon adaları litosfer havalarının divergent sərhədində yerləşir. Bu yanlışdır. İslandiya divergentdir, amma Yapon adaları konvergentdir. Bu yanlışdır bir sözlə. Filippin sahillərini yalnız bir okean suları yuyur. Bəli, yalnız Sakit okean. Kalahari'də qum duyunları geniş yayılmışdır. Bəli, doğrudur. Alp dağlarını Greenwich meridianı kəsdiyi üçün 3 yarımkürədə yerləşir. Xeyr, yanlışdır. Atlas dağları Alp-Himalay qırışıqlıq zonasında yerləşir. Bəli, doğrudur. McDonnell-Hammersli dağları qırışıq faylı dağlar hesab olunur. Xeyr, faylı dağlardır. Bu yanlışdır. Doğru ifadələr burada 2, 3, 5 idi. 56. Günəş şüalarının günorta vaxtı minimum düşmə bucaqlarının düzgün verildiyi məntəqələr. 60 şimal enliyində günorta vaxtı günəş şüalarının minimum düşmə bucağı 60 dərəcə ola bilməz. Bu əlbəttə yanlışdır, hesablaya da bilərsiniz. İkinci, 26 cənub enliyində minimum düşmə bucaq 40,5 dərəcə veribdir, hesablayaq. 26 cənub enliyinə günəşin minimal düşməsi üçün günəşin şimal tropik xəttində zenitdə olması lazımdır. 90 dərəcədən çıxırıq. 26 plus 23,5 cəmini, o da bərabərdir. 90 minus 26-ın üstünə 23,5 gələndə 49,5 dərəcə eləyir. 90-dan da 49,5 çıxanda 40,5 dərəcə eləyir. Aha, bu doğrudur, bəli. Üçüncü, 34 şimal enliyinə minimal günəşin düşmə bucağı 80 dərəcə veribdir. Yoxlayaq. 90 dərəcə minus 34 plus 23,5 bərabərdir. 34-ün üzərinə 23,5 gələndə eləyir 57,5. 90-dan da 57,5 çıxanda 80 dərəcə qalmazdı. Bu yanlışdır. Dördüncü, 45 şimal enliyinə günəşin minimal düşmə bucağı, yəni 90-dan çıxırıq. 45 plus 23,5 cəmini, o da bərabərdir. 45-in üzərinə 23,5, 48,5 dərəcə eləyir. 90-dan da 48,5 çıxanda 41,5 eləyər də, düzdür. Bu yanlışdır. 5-ci, 38 cənub enliyinə minimal günəşin düşmə bucağı 90 minus 38 plus 23,5. O da bərabərdir. 38-in üzərinə 23,5 gələndə eləyir 50, 61,5. 90-dan da 61,5 çıxanda 28,5. Bəli, bu doğrudur. Və sonuncu, 90 minus 31 plus 23,5 bərabərdir. 30-nun üzərinə 23,5 gələndə eləyir 54,5. 90-dan da 54,5 çıxanda eləyir 35,5 dərəcə. Bəli, bu da doğrudur. Nə istəyir? Doğrular düzgün verilsin. 2, 5, 6. 57. Uyğunluğu müəyyən edin. Skotalin, Krım dağları, Skandinaviya dağları. Skotalin dağları Kimmer dağı əmələ gəlməsində yaranıb. B uyğundur 1-ə. Sonra Krım dağları Cavan dağdır. Alp dağı əmələ gəlməsində əmələ gəlib. A uyğundur 2-yə. Skandinaviya isə qədim dağdır. Kaledon dağı əmələ gəlməsində formalaşıb. D uyğundur 3-cüyə. Situasiya suallarına aydınlıq gətirək. Ovalıqda yerləşən A məntəqəsinə günorta vaxtı günəş şüalarının düşmə bucağı 6,5 dərəcədir. Həmin gün 40 dərəcə cənub enliyinə günorta vaxtı günəş şüalarının düşmə bucağı 73,5 dərəcədir. A məntəqəsinin yerli vaxtı Bakı şəhərinin yerli vaxtından 80 dəqiqə ilə əldə edib. Məntəqənin aid olduğu platform ölkədə həm platforma, həm də geosinkronal ərazi var. Bu ölkə bolsulu çaylar və şirinsulu göllərlə zəngindir. Onun inzibati ərazi quruluşu Avstriya ilə eynidir. Avstriya nədir? Federativdir. Deməli, həmən ölkədə federativdir. Ölkənin ərazisində həm əsas, həm də keçid iqlim qurşaqları yayılıbdır. Bu ölkədə müxtəlif geoloji eralarda yaranmış dağlara rast gəlinir. Ölkədə onun ərazisinin böyük hissəsinin aid olduğu qitənin ən ucqar şimal və şərq nöqtələri yarımadalarda yerləşir. 58-ə baxaq. Mətnə əsasən A məntəqəsi və onun yerləşdiyi ölkəyə aid olan xüsusiyyətləri müəyyən edib cədvəldə yazın. Hələ bir A məntəqəsini, onun yerləşdiyi ölkəni müəyyənləşdirək gəlin. Situasiyadan belə bəlli oldu ki, A məntəqəsinin yerləşdiyi ölkə Avstriya ilə eyni inzibati ərazi quruluşuna malikdir, yəni federativdir. Bolsulu çayları, şirinsulu gölləri var. Rusiyadan şübhələnmək olar və A məntəqəsinin yerləşdiyi ölkənin aid olduğu, əsas hissəsinin aid olduğu qitə, yəni 2 qitədə yerləşir. Bəli, Avropa, Asiya, ən çox hissəsi də, Rusiyanın ən çox hissəsi də Asiya qitəsində yerləşir və həmən qitənin şimal ucqar nöqtəsi və şərq ucqar nöqtələri yarımadada yerləşir. Bəli, Asiyanın şimal ucqar nöqtəsi Çelyuskin burnu Taymır yarımadasında, şərq ucqar nöqtəsi də Dejnyov burnu Çukot yarımadasında yerləşir.
Bəli, həqiqətən verilən xüsusiyyətlər öz təskin tapır ki, Rusiyaya aiddir. Ovalıq da Qərbi Sibir ovalığıdır. 59. A məntəqəsinin yerləşdiyi ölkə Rusiya və Rusiyada yerləşən yarımadalar Çkot yarımadası, sonra Kamçatka, Şimal Buzlu Okean sahilində Taymır, Yamal, Qıdan və s. yarımadaları qeyd edə bilərdiniz. Sonra Mesozon yaşlı dağlar Verxoyansk, Çerski, sonra Çerski, Skot halinin dağları və s.